şeytan zəncirlənib, amma nəfs azaddır. Özünü günahlardan təmizləyən insanlar mütləq nicat tapacaq. Namaz qılmıram, Allah bilər, mən bilərəm. Allah tərəfindən mükafatım nə olacaq, cəza olacaq, xeyir olacaq, şər olacaq, bu Allah ilə qul arasındadır. Amma elə şeylər var ki, bu günahdır. Yəni, haramın bir qismi də günahdır. Nədir? Mən qul haqqına girirəm. Bir insanı o xətərdən, bəladan, təhlükədən qorumaq üçün yalan danışıb, onu o oddan qurtarırsansa, təbii ki, bu bir mükafatdır. Yox, elə yalanlar var ki, o yalanlar bağışlanılmır. İnsan kimliyini tanımalıdır. Və sonra özünü tanıyansa tərəfi tanımalıdır. Ailəmlə alış-veriş girmişim. Kənarda mənim maşınımı çəkiblər. Patrol maşını 2010-cu ili. Sonra bütün sosial mediada şok nədir? Hacı Surxay Məmmədli 250 minlik maşın sürür. Halbuki bu günə qədər hələ o maşını 28 minə sata bilmirəm. Suallara cavab verməyə hazırsınızmı? Allah fürsət versin, çünki biz bəzən söz haqqında fikirləşirik düşüncələrimizlə və bəzən sözün, hikmətin sahibi Allahdır və ümid edirəm ki, Allah fürsət verər, biz də suallara cavab verərik və eyni zamanda da izləyicilər bizdən məmnun qalarlar. Hacı Surxay kimdir? Deməli, əvvəla bu verilişi mən Allahdan arzu edirəm ki, daimi olsun, uzun ömürlü olsun, izləyicilərin sayı çox olsun, gələn qonaqlar təqdirə layiq olsun, ümid edirəm ki, yaxşı da olacaq və verilişlər bugünkü nə qədər çox gözəl şəkildə keçib və mən izləmişəm bir neçə verilişləri. Özümə gəldikdə isə qısa olaraq qeyd etmək istəyirəm, mən Məmmədov Surxay Məmmədoğlu 0505 belə deyim, 68-ci il, 1968-ci ildə dünyaya gəlmişəm Masallıda. Mən 88-ci ildə Qafqaz Müsəlmanlar İdarəsinin göstərişi ilə, o vaxtı çətin dövrlər idi, bilirsiniz, Milli Azadlıq Hərəkatı başlamışdı. Mən Füzuli rayonunun axunda olmuşam və gənc bir oğlan, 20-21 yaşında bir gənc, orada dini təbliğ eləmişəm, maarifləndirmişəm və insanların, əlhəmdülillah, bugünə qədər etimadını doğrulmuşam və ondan sonra mənim Bakıya qayıtmışam, İslam Universiteti və müəllimlik dövrlərim və 97-ci ildə Qafqaz Müsəlmanlar İdarəsinin təşəbbüsü ilə, Allah rəhmət eləsin, Ulu Öndərin xeyir duası ilə mən Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışmışam. Eyni zamanda da paralel olaraq Bakı İslam Universitetinin Dağıstanda filialın rektor oldum və orada 7 il çalışmışam. 2004-cü ildə artıq Bakıya gəldim, İçərişəhər Cümə məscidinə. Bugünkü nə qədər də orada çalışıram. İlahiyyat elmləri doktoruyam və Dağıstanın fəxri professoruyam. Bugünə qədər, əlhəmdülillah, yenə də qeyd edirəm, mütaliələrim və 5 kitabın müəllifiyəm. Sizə maraq böyükdür. Sizcə niyə? Bilirsiniz, maraq böyük olmağın bir neçə səbəbləri var, həm subyektiv, həm obyektiv səbəbləri var, amma mən sadə bir bəsit dildə mən anlatmaq istəyirəm. Marağı yaradan şəxsin özü olur. Yəni, insan maraq yaradır. Yəni, insanın içində nə varsa, insanın daxilində nə varsa, onu əgər təzahürə çıxarda bilirsə, izhar edə bilirsə, onu paylaşa bilirsə, bölüşə bilirsə, təbii ki, insanlar onu yaxşı anlaya bilir və yaxşı onun kimliyini dərk edə bilir. Yəni, bugün insanlarla onların dilində danışmaq lazımdır, onların fikrində danışmaq lazımdır. İmam Əlinin belə bir sözü var, hər bir insanla ağlı səviyyəsində danışın. Gəlin razılaşaq ki, bugün yaşadığımız dünyada hər addımda haramla
günahla qarşılaşa bilirik. İstəsək də, istəməsək də. Doğru. Biz necə etməliyik ki, bu haramlardan, günahlardan uzaq duraq? Bəli, çox zamanənin sualıdır və mən hər zaman bunun haqqında çox düşünmüşəm və yollarını axtarmışam. Bəşəriyyət yaranandan bəri haqla batilin mübarizəsi olub, xeyir və şər olub, sonda haqqın qələbəsidir. Yəni bəşəriyyət yaranandan bu günə qədər necə mən xeyirlə şərin mübarizəsini deyirəmsə, halal haram da eyni zamanda belədir. Yəni bizim ruhumuzda fitrətən axtarış var. Yəni insan axtarışdadır. Əgər qarşımıza hər hansı bir məsələ çıxırsa, biz düşünməliyik, daşınmalıyıq. Bu mənim faydamdır, xeyrimdir, halalımdır və ya haramımdır. Bəzən şeytanın gücü, rolu o qədər güclü olur ki, insana qələbə çalır. O insanın iradəsinin təbii ki, zəifliyindən irəli gəlir. İnsan iradə olaraq əgər güclüdürsə, şeytan ona hakim kəsilə bilməz. Quran-ı Kərim buyurur ki, özünü günahlardan təmizləyən insanlar mütləq nicat tapacaq. Qad əfləhə mən zəkkəha və qad xabə mən dəssəha. Orijinal belədir Quranda. Özünü günahların içinə salan insanlar mütləq çətinlikdə olacaq. Deməli, bu ayədən görünür ki, insanlar halala da meyillidir. İnsanlar harama da meyillidir. Və Allah Rəsulunun bir sözü ilə mən fikrimi təbii ki, cəmləşdirəcəm. Bir ərəb, bir gənc Allah Rəsulunun yanına gəlir. Ya Rasulallah, mən filan bir şəxslə haram iş görmək istəyirəm. Yəni, zina etmək istəyirəm deyəndə Allah Rəsulu buyurur, bu günahdır, haramdır. Allah bunun adını haram qoyub, günah qoyub, zina qoyub. Dedi, bax, mən baxıram. Baxdığım zaman da mən harama və günaha meyilliyəm. Bəs onda Allah niyə gözü yaradıb? Yaratmayaydı, mən də harama baxmayaydım. Elə o sualı verəcəkdim. Bəli. Bəzən deyirlər ki, bizi idarə edən Allah Taala'dır. Bəli. Bəs insan bir cinayət eləyirsə, bir haram eləyirsə, burada yəni Allahın istəyi olur, yoxsa Allah Rəsulu buyurur ki, gözümü bağla. Deyir, Allah məni yaradıb və göz verib baxmaq üçün. Allah Rəsulu təbəssüm edir. Deyir, düzdür, Allah gözü verib baxmaq üçün. Amma qapaqları da qoyub yummaq üçün. Quranda bir ayə var, İstahvazə aleyhimuş şeytan. Bəzən insanlar zəif olduqlarına görə şeytanlar hakim kəsilir. Sizin elə sualınızın digər bir formasında bir sual meydana çıxır və cavab da bəsit, açıq bir cavab olacaq. Ramazan ayında biz deyirik ki, Allah şeytanı zəncirləyir. Ramazan ayında, Ramazanın əvvəlindən sonuna qədər şeytan müdaxilə edə bilmir. Yaxşı. Əgər şeytan müdaxilə edə bilmirsə, insan Ramazanda da yenə harama baxır. Əgər şeytan zəncirlənibsə, insan niyə günah eləyir Ramazanda? Deməli, cavab belədir ki, şeytan zəncirlənib, amma nəfs azaddır. deməli biz nəfsimizin qurbanıyıq. Günah bir bəladır. Haram bir bəladır. Sonluğu çox acıdır. Əvvəl şirin gəlir. İnsan baxır, deyir, nə olsun? Haramdır, haramdır. Haramın belə bizdə bir şey buynuzu olmur ki. Bumerang deyilən bir şey var. Yəni, insan nə qədər halala meyillidirsə, onun gələcəyi də və gələcək nəsli də çox faydalı adam olur, yaxşı insanlar olur. Onun nəticələri, övladları, harama meyilli olanlar və haramın içində üzən insanların aqibətlərin, şəxsən bu mənim subyektiv fikrimdir, çox pis görmüşəm və sonluqları çox cəzadır. Əvvəl çox yaxşı görünür, vizuallıq, amma sonradan bir bəlanın içində üzürlər. Haram və bəyənilməyən. Bunları fərqləndirən nədir? Əslində hər ikisinin kökündə günah dayanır. Bəyənilməyənə məkruh deyirlər, İslam terminologiyasında. Məkruh yəni bəyənilmir. Bunu etməsən, sənin faydan var. Amma haramın içində isə çox böyük günahlar var və onun da təbii ki, yolları tövbədən keçir,
Yəni ola bilər bir insan günah edirsə, dolayısı yolla haram edirsə, sonradan ayılır, oyanır, qəflətdədir insanların çoxu. Oyanır, görür ki, mən bunu haram etmişəm, günah etmişəm, bunu etməməli idim. Ey mənim Rəbbim, mən etdiyimə görə peşmanam. Bunun adı tövbədir. Quranda da tövbə haqqında surə var, ayələr var. Və peşmanam. Allah Teala buyurur ki, əgər bir insan yolun yarısından qayıdırsa, mən bağışlayanam. Allah mərhəmətlidir. Allah hətta qul nə qədər günahkar olursa, Allah onu bağışlayır. İstisna hallar var. Məsələn, elə şeylər var ki, Allah onu bağışlamaz. Namaz qılmıram, Allah bilər, mən bilərəm. Oruç tutmuram, Allahla mənim aramda bir bağlılıq var. Mənim Allah tərəfindən mükafatım nə olacaq, cəza olacaq, xeyir olacaq, şər olacaq, bu Allahla qul arasındadır. Amma elə şeylər var ki, bu bəyənilən də deyil, yəni bəyənilmir. Həm cəmiyyət arasında qınaq obyektinə çevrilir, eyni zamanda da günahdır. Yəni haramın bir qismi də günahdır. Nədir? Mən qul haqqına girirəm. Allah Teala buyurur ki, qeybət etmək də özü bir günahdır. Ən bəyənilməyən və xoşa gəlməyən işlərdəndir qeybət. Bəs yalan danışmaq? Yalan danışmaq ən böyük günahlardandır. Bəli, elə yalanlar var ki, bir mömini, bir inanclını, bir insanı bəladan qurtarmaq üçün yalan danışıram. Bilirəm ki, ölüm təhlükəsi var, amma yalan danışıram. Sizə deyirəm ki, bu adam bu işi görməyib. Amma halbuki bu işi görüb. Bir inanclını, bir insanı o xətərdən, bəladan, təhlükədən qorumaq üçün yalan danışıb, onu o oddan qurtarırsansa, təbii ki, bu bir mükafatdır. Yox, elə yalanlar var ki, o yalanlar bağışlanılmır. Biz bu dünyadaykən bilə bilərikmi biz cənnətdəyik, yoxsa cəhənnəmdə olacağıq? Şübhəsiz. Bir mənalı olaraq bir insanın cənnətlik və ya cəhənnəmli olmasını artıq əyani şəkildə Allah Teala bizə sübut edir. Yəni, adi bir nümunə demək istəyirəm, misal çəkmək istəyirəm daha doğrusu. Bir insan həyatda yaşayır. Ayaq üstədir. Normal yaşayışı var, ailəsi var. Amma bir neçə insanları danışdıranda, bir şəxs haqqında bir məlumat alanda, məsələn, 10 nəfərin arasında bir rəy sorğusu etmək, misal üçün. Filan kəs necə adamdır? Biri deyəcək yalancıdır, biri deyəcək oğrudur, biri deyəcək qeybətçildir, biri deyəcək böhtan atandır, biri deyəcək ki, mərdümazar adamdır və bu ilə oturmağa dəyməz. Amma 6 nəfər bu pisliyinə deyir, 4 nəfər şahidlik gətirir ki, yox, biz onu yaxşı adam tanıyırıq. Burada məsələ nədir? Hələ bu canlı olaraq bir insan haqqında bir rəy formalaşdırsın, filan kəs necə adamdır, onun 10 nəfərin 6-sı, 7-si onun pis xüsusiyyətlərini deyir. Yaxşı, bəyənilməyən xüsusiyyətlərini deyir. Amma dünyadan da gedəndən sonra deyirlər ki, nə yaxşı hələ öldü. Adam var, deyir, ölməli adam idi. Yəni, insanların etdiyi əməllər insanların cəzasını da, xeyrini də artıq bu dünyada izhar eləyir. Yəni, göstəricidir. Mən bir adamın pis olmağını, pis adamın insan olduğunu və ya yaxşı insan olduğunu mən dərk eləyirəmsə, bilirəmsə, bu adam Allahın əmrindən çıxıb, Allaha itaat etməyib, insanların qəlbini qırıb. Bax, indi sual verə bilərlər ki, o qədər namaz qılanlar var, qəlb sındırır. Elə o sualı verəcəkdim. Bəli, o qədər namaz qılanlar var, qəlb sındırır. Və yaxud da günah eləyirlər. Və yaxud günah eləyirlər. İndi onlar da cənnətlidirmi? Bayaqları mən onu qeyd elədim, amma bir tərəfdən də bir beyt var, deyir, Zahid, fəxr eyləmə, min sövmü səlatın var. Sövm nədir? Oruc. Salat nədir? Namaz. Deyir, ey namaz qılan, fəxr eləmə, sənin min sövmü salatın var, min namazın, orucun var. Min sövmü salat bir qəlbi incitməyə dəyməz. Bir qəlbi incitməyə. Yəni, bu qəlb Allahın hərəmidir. Bu qəlb, onun inşası Allahın əlindədir.
Yəni sən Allahın yaratdığı bir qəlbi qırdın. Bunun haqqında bilirsin nə qədər ibrətli hekayələr var, nə qədər ibrətli mövzular var. Yəni bir insan namaz qılır, qəlb sındırır. Namaz qılır, yalan danışır. Namaz qılır, oğurluq eləyir. Namaz qılır, qeybət baxışları var. Gözlərində xəyanət var və ilaxır. Əgər, bax mən bunu bu cür izah eləyə bilərdim. Əgər mənim qıldığım namaz, mənim qıldığım, tutduğum oruc, mənim ruhumu meyraca apara bilmirsə, mənim ruhumda oyanış yarada bilmirsə, mənəvi intibah yarada bilmirsə, sıçrayış yarada bilmirsə, o namazın faydası yox. Hacı, bir sual vermək istəyirəm. Əgər dini baxımdan baxsaq, müğənnilər, rəssamlar, heykəltaraşlar və s. sənət adamları haram işlərlə məşğuldur. Yəni Allahın bəyənmədikləri ilə oxumaq bildiyim qədər haram sayılır. Kiminsə şəklini çəkmək və yaxud da ki, kiminsə heykəlini düzəltmək Allah Taala tərəfindən bəyənilmir. Bu barədə, yəni dini baxımdan Həcı nə deyə bilər? Bilirsiniz, hər bir insan qeyd etdiyim kimi faili muxtardır, ixtiyar sahibidir. Təbii ki, biz, mənim şəxsi fikrimdir, bir insanın cənnətlik və cəhənnəmlik olduğunu biz sadəcə görüntü ilə təyin eləyə bilərik. Ola bilər ki, deyək ki, bu adam yaxşı adam deyil. Bəlkə də Allahın yanında yaxşı adamdır. Biz yaxşı adam bildiyimizi bəlkə də Allahın yanında bu adam xeyirsiz bir adamdır. Baxın, bu musiqi haqqında bir neçə il bundan öncə böyük bir ajotaj yarandı. Bir qism insanlar dedi ki, bəli, musiqi olmaz. Bir qism insanlar da fikir formalaşdırır ki, bəli, olar. Yəni, ümumiyyətlə, ritmik musiqiləri İslam qəbul etmir. Ritmik, oynaq. Bəli, muğamda məsələn elə bir Füzulidən, mərhum Füzulidən, Şeyx Füzuli və yaxud da Şeyx Nizamidən elə bir beyt oxunur, muğam ana laylasıdır. İnsan necə buna qulaq asmaz? İnsana duyğusallıq verir, insanı düşündürə bilir. İnsanı özünə apara bilir, özünə qaytara bilir. Amma insanı çərçivədən çıxardan, insanı hədəqədən çıxardan və insanı belə insanlıqdan çıxardan bəzi elə musiqilər var ki, o musiqilər İslamdan da əlavə insan özü onu qəbul etmir. İnsanın başına düşür, insanda yorğunçuluq, narahatçılıq yaradır. Yəni və yaxud şəkil, heykəltaraşlıqla bağlı bax qeyd etdiniz. Bəli, bəzi alimlər arasında da ziddiyyət var. Biri deyir ki, insanın surətini çəkmək icazəli deyil. Çünki Allah nəqqaşdır, Allah insanı yaradıb və bunu bu cür formalaşdırmaq doğru deyil. Müzakirələr obyekt ola bilər. Yəni, bir alim deyə bilər ki, bu bəyənilir, bayaqlar qeyd etdiyimiz kimi. Bəzi alimlər deyir, bəyənilə bilmir. Amma ortaq məxrəc yoxdur. Ortaq məxrəc yoxdur. Məsələn, şəxsən mənim özümə sual versəz ki, sən toy, şənlik, mən gedirəm, şənlik, toy, dəvət eləyirlər, gedirəm. Amma görürəm ki, orada artıq o ritmik musiqi əgər yaranırsa, şəxsən bu mənim şəxsi fikrim, subyektiv, mən oranı tərk edirəm. Estetik əməliyyatlar halaldır, yoxsa haram? Bəli, çox maraqlı sualdır. Baxın, mən bir zaman sosial mediada, bəzi televiziyalarda bu döymələrlə bağlı, bədənə döymə, tatularla bağlı mən fikirlərimi söyləmişdim. Bəzi insanlar da qınaq obyektinə məni çevirdilər ki, hacı bunu doğru demir. Mən olduğunu demişdim. Yəni, əgər Allah bizə bədən veribsə, sağlamlıq veribsə, o bədəni döymək, ziyan vermək, əziyyət vermək, tatu eləmək bəyənilmir. Bəzi günahlar var, bəzi haramlar var, bəzi qadağalar var. Onlar insana yasaqdır. Yəni, əgər Allah məni fitrətən belə gözəl yaradıbsa, əgər mənim burnum, qulağım,
Yəni normal halda insanlar burada bir eybəcərlik görmürsə və ya mənim üzümdə, rəngimdə, cizgilərimdə bir narahatçılıqlar yoxdursa, onu estetik etmək, onu əlavə digər formaya salmaq icazəli deyil, bəyənilmir, icazəli deyil. Yəni bəzi alimlər bunu qadağan hesab edir, haram hesab edir, günah hesab edir. Günahdır, haramdır, olmaz. Hacı necə düşünür? Amma indi onu da deyəcəyəm. Amma məsələ nədir? Bir adam anadan gəlmə burnunun çəpərində əyrilik var. Nəfəs ala bilmir. Və yaxud gözündə, və yaxud qaşında, saçında narahatçılıqlar var. Belə olan təqdirdə artıq bu estetik deyil daha. Yəni həkimin müdaxiləsi, insan ömründə bunu yaşayırsa, onun ürəyinə tənginəfəslik verirsə, çətinlik yaradırsa, problemlər yaradırsa, o zaman icazəlidir həkimə müraciət eləyəsən. Orada heç bir günahdan söhbət gedə bilməz. Amma yəni yenə də qeyd ola bilər bir insan saçını əkdirir. Bax indi insanlar var ki, bu müasir dünyada bax belə deyim, məsələn insanların bilmirəm indi bu vitamin çatışmazlığındandır, nədənsə belə problemlər, çətinliklər var. O cümlədən saç əkdirirlər və mənə müraciət edirlər. Deyirəm ki, Allah gözəldir, gözəlləri sevir. Eybi yox. Amma xüsusi olaraq insan qulağını, burnunu, müəyyən bir dodağını, müəyyən bir nahiyəni əgər estetik eləyir, cəlb elətdirməkdən ötəri, ümumiyyətlə insanların diqqətini cəlb eləyən bəzi məqamlar haramdır. Bəzi geyimlər olduğu kimi. Mən bunu geyinməliyəm, mən diqqəti cəlb etməliyəm. Burada biraz dərinliklər var, biraz çətinliklər var. Amma Geyimlərdə də iki fərqi varmı? Geyimlərin rəngi insanın həm psixologiyasının göstəricisidir. Elə geyimlər var ki, insan bəzən necə düşünürsə, Həzrət Əlinin bir sözü var, deyir, insan necə düşünürsə, o cür də yaşayır. Necə yaşayırsa, o cür də öləcək. Bəzən insanların geyimləri, mən elə kişilər görürəm ki, kişiciklərin geyimləri həqiqətən alabəzəkdir. Alabəzəkdir və yaxud elə bir qırmızı rəngə boyanıb ki, mən şəxsən insan olaraq mən deyirəm, bu niyə deyir? Bunun patologiyasında nəsə narahatçılıq var, problem var. Bəzən mənə deyirlər ki, sən də ictimai xadimsən, cəmiyyətin içindəsən. Sənin saçın bu hissəsi yoxdur. Bəlkə də sənin saçında müəyyən bir həkimə deyirəm ki, Allah belə yaradıb. Əlhamdülillah, mən razıyam. Doğrudanmı siğə bizi zinadan qoruyur? Çox çətin sualdır və çətin də cavabdır, amma mən deyərdim ki, o dərinliyinə mən girməyəcəyəm. İndi bu müzakirə obyektləri var, orada əqidə baxımından insanlar deyir 1 saatlıq, 5 saat, bunlar ayrı mövzudur. Bu biz ümumi olaraq götürək. Bir ümumi götürsək, bəli. Bəli. Siğə nədir? Siğə kəlmədir. Razılaşmadır. Tərəfin razılaşması. Bəli, onun da kriteriyaları var ki, əgər bir insanla münasibət qurursansa, bir xanımla, bir əks tərəflə, cinslə münasibət qurursansa, onun kimliyi də sənin üçün önəmli olmalıdır. Hər yoldan keçənə indi dediyimiz siğə mümkün deyil. Yəni, insan birinci tanımalıdır. Birinci insan özünü tanımalıdır. İnsan kimliyini tanımalıdır. Və sonra özünü tanıyandan sonra tərəfi tanımalıdır. Amma insan tərəfi tanımadan siğə yox, lap kəbin də kəsdirsə, ömürlük, o elə bilirəm ki, müvəqqəti onun həyatda davam eləyəcək. O ailə dəyərləri var da. Ümumiyyətlə sayı var bu siğənin? Yəni bir insan bir ömründə maksimum nə qədər siğə eləyə bilər? İndi mənim kəmiyyət, say filan mənim üçün önəmli deyil. Yəni yenə qeyd eləyirəm onu, amma günahdan insanı çəkindirir. Müəyyən xanımlar var ki, namaz qılırlar, icabı deyirlər. Bəli. Buna münasibətiniz? Mən bunlara münasibətim bax belədir. Səmimi etirafımı mən qeyd etmək, bildirmək istəyirəm. Yəni insan namaz qılır,
başın açır və yaxud bağlamır, bir vacibi hökm əmrə əməl eləyir, riayət eləyir, digərini riayət eləmir. Bu nəyə bənzəyir? Ramazan ayında bəzən rast gəldiyimiz və bəzən çox rast gəldiyimiz şeylər var. Mənim özümə sual verirdilər canlı yayımda və yaxud məni hər hansı bir küçədə, marketdə gördükləri zaman xanımlar deyirdilər, bəylər deyirdilər ki, mən oruç tuturam, amma namaz qılmıram. Mənim görəsən orucum qəbuldur ya yox. Ümumiyyətlə namazın, ibadətin qəbul olub olunmaması bu fərdi deyil, bu bizdən asılı deyil. Heç bir elmi araşdıran alim, müctəhid səviyyəsində olan bir insan, ayətullah səviyyəsində olan bir insan ona deyə bilməz ki, sənin namazın qəbuldur ya yox. Bunu Allah biləcək. Eyni halda da belədir ki, bir xanım namaz qılırsa, başın örtüyünə riayət etmirsə, yəni hicaba riayət etmirsə, eynən buna bənzəyir ki, yəni görəsən qəbuldur ya yox. Amma çalışdığı qədər namaz qılırsa və yaxud qılmırsa, hicaba riayət etmək özü bir vacib əmrdir, rükündür, hökmdür, qaydadır. Bu əməl olunmalıdır. Namaz da eyni zamanda əgər biz bunun dərinliyini, mahiyyətini, fəlsəfəsini, dünyasını, axirətini anlayırıqsa, mütləq bilirik ki, namaz insanları çirkinliklərdən qoruyur. Yəni, namazın mahiyyətini anlasa, namazı tərk eləməyəcək. Hicabı anlasa, artıq ona keçəcək. Hacı, bir sual da verim. Bu qidalarla bağlıdır. Hər zaman bu mübahisəli bir məsələdir. Məsələn, ət məhsullarıdır, kalbasalardır. Çoxu deyir ki, baxmayaraq ki, üzərində halal emblemi var, amma yemək olmaz, günahdır, bilinmir onun tərkibi nədir. Bu haqda nə deyə bilərsiniz? Mən tam açıq, şəffaf şəkildə deyim. Eyni zamanda mən bir ekspert bölümündə olan bir insanlarla bu barədə müzakirə eləmişəm. Yəni, o insan sırf ət kəsimində universitet oxuyub, təhsili var, xaricdədir. Və onun işi, peşəsi ancaq və ancaq kəsimlə bağlıdır. Məsələn, biz zahiri tərəfini bilirik ki, bir insanın halal yeməyi üçün qida, toyuq olsun, ət məhsulları olsun, heyvan olsun, üzü qibli olmalıdır, bismillahsı deyilməlidir, damarı kəsilməlidir və bunlar bizim həmişə dədə-babadan bu qayda var, şəriət qaydasına adət və onun da halallığından ətin yeyə bilirik. Amma bəzən qeyd etdiyiniz kimi fabriklər, zavodlar, dükanlar, marketlərdə indi həm də olsun, həm ət var, həm eyni zamanda kalbasalar var, sosislər var. Şəxsən bəzi kalbasalar, sosislər var ki, mən alıram, onu yeyirəm ailəcə. Halallığına da heç bir şübhəm yoxdur. Bu arada söyleyeyim ki, bizim də dəstəkçimiz Roska Azərbaycan ət məhsullarıdır. Ümumiyyətlə istifadə eləmisinizmi? Bəli, etmişəm. Və dostlara da deyirik ki, açıq şəkildə yeyə bilərsiniz, ala bilərsiniz. Rosko, indi yalnız halal. Və mən niyə rahatam? Mən özümü deyirəm. Mən rahatam. Yəqin ki, bu verilişdə indi kəssəniz də bu hissəni özünüz bilərsiniz, bu siz müəllif hüququnu daşıyırsınız. Mən rahatam bu günə qədər mənim evim, maşınım, hər kəs bilir. Amma mən bir şeyə narahatam ki, və narahatçılığımı da ifadə elədim. Bir zaman, 2 il bundan əvvəl mənim haqqımda bir müəyyən şayələr getdi. Mən hardasa Sədərək bazarında mən ailəmlə alış-veriş etmişim. Kənarda mənim maşınımı çəkiblər. Patrol maşını 2010-cu ilin. Sonra bütün sosial mediada mən bu qədər maraqlı çıxışlar eləmişdim. Heç bəlkə də 100 min o baxıcı, izləyici yoxdur. 2 milyon, 3 milyon gördüm, baxıblar bir həftəyə. Şok nədir? Hacı Məmmədli 250 min maşın sürür. Halbuki bu günə qədər hələ o maşını 28 minə sata bilmirəm. Yəni, Ümumiyyətlə haqqınızda eşitmisinizmi başqa dedikodular? Haram dediyimiz var, bax, o haram danışıq. Məndə olmuyor. Mən çox rahat idim, amma gördüm, yox. Bəzi insanlar ki, mənim arxamda namaz qılır, onlar şübhəyə düşüblər və mənə deyirlər, hacı, bəlkə gizlində sənin belə bir maşının var, 250 mini. Dedim, sürdüyüm budur, falan deyirlər, yazırlar.
Və çıxdım xutbələrimin birində belə bir bəyanat verdim ki, xeyr, bu yanlışlıqdır. Mənim nəyim varsa budur göz qabağında, göz önündə. Və mənim üzümə nə qədər insanlar, məsələn, tanıyıram ki, belə dostumuz və yaxud da səmimi olan insanlar mənim haqqımda bəzən elə şeylər deyiblər ki, sən hacı filan şeyin var, məsələn, o məxfilik qorunur filan şey. Deyirəm, vallahi, Allah eləsin olsun. Nə olsun? Əgər mömin pis yaşayırsa, o bir mömin qardaşdan da əziyyətdir. İnsan yaxşı yaşamalıdır. İnsan çalışmalıdır, insan səy etməlidir. Amma mənim olmadığım şeylər haqqında mən eşidəndə də və yaxud sosial mediada da olanda mən əvvəl narahat olmurdum və sonradan gördüm, yox, bu məsələ biraz da şişir və mənə olan etibar, inam sönür, hələ dostlarım tərəfindən. Orada bir şeytan vəsvəsəsi var və mən məcbur idim ona bir açıqlama verəydim. Bax, bu gün də açıqlamamın səbəbləri budur. Mən şəffaf bir insanam. Yəni, mənim təbii ki, miniyim var, maşınım var, sürürəm, adi insanlar kimi. Mənim nə mühafizə varımdır və yaxud mənim nə bir şoferim var. İnanın, hətta dostlar hamısı bilir və bu efirə gedəndən də sonra insanlar bunu hər kəs görəcək, biləcək ki, mənim kim görüb, yəni bu yaşıma qədər, mənim artıq 59 yaşım var, içindəyəm. Mən çalışmışam özüm maşın idarə edeyim, özüm sürüm, ailəmi götürüm, imkan dairəsində gəzintilər aparım və insanlara yardım edim imkan dairəsində. İnsanlarla bir yerdə ola bilim, ağlayanla ağlayayım, gülənlə gülüm. Bu mənim ümumiyyətlə sadə bir həyatımdır. Hacı, bir sual da verim. Gəlin razılaşaq ki, son bir neçə ildə belə deyək də, sosial media mı deyim, ümumiyyətlə həyatımızda mı deyim, bir hacı obrazı yaranıb. Və heç də xoşa gəlməz bir obrazdır da. Belə deyək də, sponsorlara hacı deyirlər. Baxın, belə bir şey var, Nəsimidə belə bir beyt var, deyir, ey vədə verərək etməyən vəfa, bu vəfa əhdinə deyildir rəva. Kəbəni ziyarət fayda verməz, gərdiyinə sədaqət inam olmasa. Hər bir Hacı, Kərbəlayı, Məşədi, indi bu var da gedirlər bu müqəddəs zonalara. Bu Azərbaycan, Sovetdə də filmlərdə baxsanız Kərbəlayı obrazı var da, Məşədi, Kərbəlayı. Bu bizim Sovet dönəmindən də bu günə qədər gəlib yaşayır. Amma bu fikirlə mən razı deyiləm ki, bu ada qarşı belə dırnaq arası bir obraz yaradılsın, bir həqarət olsun, bir gülüş obyektinə çevrilsin. Mən bunun əksinəyəm və bunu mən qəbul etmirəm, bir şəxsi fikrimdir, bir daha qeyd. Yəni, həci bizim düşüncələrimizdə Hacı Zeynalabdin Tağıyev deyəndə biz onu xeyriyyəçi, yaxşı, vətəninə, xalqına, ailəsinə kömək edən və yardımcı bir insan kimi bizim düşüncələrimizdə, təfəkkürümüzdə qalıb. Eyni zamanda müasir dünyamızda da bugün hacı deyəndə biz düşünürük ki, bəli, hacı xeyirxah olmalıdır və hacı yardımcı olmalıdır. Bir yanan bir yerə su tökməlidir. O, onun tutduğu, getdiyi yoldur, yolu olan hörmətdir. Allahın evini ziyarət edib. Amma onu bayaqlaşdırmaq, onu gülünc obyektinə salmaq əslində doğru deyil. Bu, Kəbəyə olan ehtiramsızlıqdır. Bu, Allaha olan hörmətsizlikdir. Əgər bir insan özünü o obraza salıbsa, deməli, ona o adı vermək doğru deyil. Məsələn, mən küçədə, bayırda bu günə qədər özümə sözümə hörmət edən bir insan olmuşam. Cavanlıq vaxtında. Bəzən mənə deyirlər ki, heç səni qolsuz köynəkdə görmədik. İnanın, evdə də oturmuram. Əstəğfirullah. Düşünməsin izləyicilər ki, haramdır, xeyr. Günahdır, xeyr. Sadəcə xasiyyətinizdə yoxdur. Mənim ruhiyyəmdə o yoxdur. Mənim xasiyyətimdə çox gözəl qeyd. Mən bilmirəm də, mən elə yetişməmişəm. Mən müəyyən geyimlər var, mən bu günə qədər onu geyməmişəm. İnanın. Evdə də beləyəm. Yəni, mən istəmirəm mənim qızım, mənim oğlum, mənim gəlinim, mənim yol... Açıq deyim, insanıq da. İnsan, Qurani-Kərim buyurur, insan unutqandır, insan səbirsizdir, insan nankordur. Evdə mən yoldaşım, ailəm, üzr istəyirəm mən izləyicilərdən, sizdən.
qızım, gəlinim deməsin ki, Hacı Surxay kənarda belə danışır. Xutbələri belədir. Amma onun evdə davranışları belədir. Mən çöldə necə oluramsa çalışıram evdə də elə olum. Bu mənim davranışımdır. Amma insan bəzən hörmət etməlidir. Məsələn, müğənnilər. Mən elə müğənni dostlarımız var ki, onlar çəkisi yerindədir. Açıq deyirəm, siz də tanıyırsınız, biz də. Bəli. Onların sözü yerində, muğam ustaları, ifaçıları var. Onların çəkiləri yerindədir. Onlarla danışanda da utanır, həya eləyir. Mən çox adamlar mən görmüşəm. Bəli. Heç xalq artisti də deyil, əməkdar artisti də deyil, amma çəkisini saxlayır. Bəli. Və eyni zamanda ruhani din xadimi olaraq bizim elə deyək bu yolun daşıyıcıları da gərək birinci özünü hörmət eləsinlər. İnsan özünü hörmət eləsə, kənardan da onu hörmət eləyəcəklər. Geyimimiz diqqətli olmalıdır. Davranışlarımız diqqətli olmalıdır. Baxışlarımız diqqətli olmalıdır. Mən əgər tək gedirəmsə, mənim düşüncələrimdə xəyalpərəstlik olmamalıdır. Düşüncələrimdə, ürəyimdə deməliyim, nə yaxşı burada dedim, cəmaət məni qoy bu cür tanısın. Yox. Necəyəmsə o cür cəmiyyətə mən təqdim olunmalıyam. Verilişin əvvəlində bu sualınız hələ çox maraqlı bir sual idi ki, yəni insan necə olur sevilir, necə olur hörmət, necə olur cəmiyyət arasında. Çünki insanlar onu sadə gördüyü zaman, səmimi gördüyü zaman, göründüyü kimi gördüyü zaman insanlar onu sevəcək. Mən demirəm, mən hamısı üçün yaxşı ola bilməyəcəm. Mənim əleyhimə də insanlar işləyərlər və mən onu normal qəbul edəcəm. Peyğəmbərlər, imamlar, mən onların atılan dırnağı ola bilmərəm. Onların əleyhinə çıxıblar, onlara qarşı nankorluq edən insanlar təbii ki, mənə qarşı eləyəcək. Amma məni tanıyan insanlar, əgər məni doğru tanıya bilərlərsə, 10 nəfər olsun, az olsun. Amma mən Allahıma şükür edirəm ki, yəni 10 nəfər də məni tanıyırsa, bu hələ məni səmimi tanısın. Mənim bu günə qədər qəza namazlarım olmayıb. Mənim bu günə qədər qəza oruclarım olmayıb. Bu günə qədər mən öz saadətimdən ötəri başqasını bədbəxt etməmişəm. Bu günləri mən mənim olsun deyərək o qazancı mənimsəməmişəm. Allahım şahid olsun. Yəni mən bunları sadəcə bir imtahan verirəm elə bilir. Mən bunları etməmişəm. Nə üçün? Özüm üçün deyil. Xeyr. Çünki mən bir maddi varlıq olaraq ölüb gedəcəm. Amma sabahlar mən dünyadan gedəndən sonra deməsinlər ki, Hacı Surxay filan kəs Hacı Surxayın oğlu idi, atası idi. Məsələn, mənim oğlanlarım, övladlarım mənim adımdan qoy bəhrələnsinlər. Mən dünyada varkən də, dünyadan gedəndən də sonra və mənə rəhmət oxuya bilsinlər. Və mənim balalarım mənə fəxr eləyə bilsin. Mən özüm üçün yaşamıram. Mən vizual tək olaraq, fərd olaraq özüm üçün deyiləm. Mən birinci ailəmin dəyərini bilməliyəm, özümə dəyər verməliyəm, dostlarıma dəyər verməliyəm. Və mən bütün hallarda insanlığımı qorumalıyam. Çünki bizim dinimizin başında insanlıq dayanır. Bəli. Bizim dinimizin kamilliyində insanlıq faktorudur. Əgər insanlıq yoxdursa, qıldığımız namazlar, tutduğumuz oruclar, etdiyimiz söhbətlər, oxuduğumuz dua və Quranların faydası keçərli deyil. Hacı, və son olaraq belə bir sual. Özünü qəsd eləyən və yaxud cinsini dəyişən bir kəsin meyit namazını deyim, yasında iştirak mı deyim, nə qədər halal, nə qədər haram? Yəni, olar ya olmaz? Aha, çox gözəl qeyd edirsiniz. Ümumiyyətlə, intihar İslamda bəyənilmir, qəsddir bu. Allahın verdiyi ömrə insan son qoymaq anlamındadır. Allah bizə nə ömür veribsə, bu ömrü biz yaşayacağıq. Çünki həyat, dünya imtahanlardan ibarətdir, sıxıntılardan ibarətdir. Əgər biz İbrahim Peyğəmbər kimi, Həzrəti Davud kimi, Həzrəti Əyyub kimi bir çətinliklərə sinə gələ bilsəydik, biz Peyğəmbər dərəcəsinə çata bilərdik. Amma biz insanıq, onlar da insan idi. Amma onlar Rəsul dərəcəsinə çatdılar. Bu imtahanlardan yaxşı keçə bildilər. Allaçıq çıxdılar, səbirli oldular. Biz onlar kimi imtahandan keçə bilmərik. Yəni, intihar ümumiyyətlə özünə qəsd, bu özün bilərəkdən odun içinə atmaqdır. Bilərəkdən özünə əzab verməkdir. Sevgi üzərindən dolayısı olsun, işim düzəlmədi, gedib intihar edin. Bunlar günahdır. Yəni, bu insanın boşluğunu dolduran
dua lazımdır, elm lazımdır, düşüncə lazımdır, təfəkkür lazımdır, əlindən tutan bir insan lazımdır. Ümumiyyətlə, intiharın hər tərəfinə baxanda bəyənilməyən işdir. Yəni, qəbul olunmur, haramdır, günahdır və böyük günahlardandır. Böyük olan günahlara görə də insan tövbə etməlidir və insan o azğınlıqdan çəkinməlidir. Yəni, bunu bir mənalı olaraq bilək və ona namaz qılınıb, qılınmaması tərəddüddür. Yəni, bu haqda alimlər müzakirələr edirlər, olar, olmaz. Amma bir insan faktoru var, bir insan dünyasını dəyişib. Bizim vəzifəmiz nədir? Duada belə bir söz deyirik. Bax, mənə ümid verən budur. Deməli, son duada belə bir söz deyirik. Allahümmə inna la na'lamu minhu illa xeyra. Mən ərəbcəsini deyirəm ki, yəni insanlar bunu bilsinlər və bu duada keçir. İlahi, mən bu dünyadan gedən, ağ kəfənə bükülmüş insanı xeyirdən başqa tanımıram. İntihar eləyib özünü öldürüb. Amma mən belə duada deyirəm ki, mən bunu xeyirdən başqa tanımıram. Amma bir cümlə var, onu düzəldirik. Və əntə a'ləmu bihi minnə. İlahi, sən onu məndən yaxşı tanıyırsan. Sən bilirsən ki, o kimdir və nə iş görüb. Mən xeyirdən başqa. Çünki biz yaxşılıqları insanlara tərənnüm etməliyik. İnsanlara deyə bilmərik, sən cəhənnəm əhlisən, günahkarsan, mən nə bilim, sən xeyr. Birinci insan özünü düzəltməlidir. Mən özümə baxmalıyam ki, o dediyim hərəkətlər məndə var ya yoxdur. Bu intihar halında ona namaz qılıb qılmamaq, bir dənə bu dua, inşallah onun da günahlarını Allah bağışlayar. Ümid eləyək, bağışlayar. Və sadəcə cinsini dəyişənlərə. Cinsini dəyişən insanlar. Deməli, burada bir ümumiyyətlə, həkimə müraciət etmək lazımdır bu barədə. Əgər həkim, yəni orada bir məsələ var, bir insanın dünyadan gedəndən sonra onun cinsi məsələsi meyilli, qadınlıq olubsa, ona cənazə namazında qadın kimi namaz qılınacaq. Yəni, həyatda yaşadığı zaman bunun meyilləri ara idi. Yəni, insanda bir kişi istəkləri var, bir qadın istəkləri var da. Yəni, emosiyalar hər kəsdə var. Amma bunun cinsinin dəyişdirilməsi, bir daha qeyd edirəm, onun həyatda, yəqin ki, buna həkim mütəxəssis lazımdır. Mən buna təbii ki, mütəxəssisin yerinə cavab verə bilmərəm. Amma namaz məsələsində gələndə biz bunu belə cavablandıra bilərik ki, onun həyatda yaxınlarından soruşmaq lazımdır ki, bunun qadın meyilliyi çox idi. Bunun tibbi dildə adları var və kişi meyilləri çoxdur. Çoxdursa belə. O, artıq məsələn 10 nəfər deyək ki, bəli, bu qadın hissləri var idi, qadın meyilli idi. Biz o zamanda biz onun namazında biz cinsiyyət məsələsini kişi olaraq ya qadın olaraq qıla bilirik. Bizim günahlarımızın yeganə bağışlama bir yol Allahdır. Allah buyurur, qulum gəl. Kim olursansa ol, gəl. Tövbə et, gəl. Mənim dərgahım açıqdır. Allah bizi öz dərgahından ayırmasın. Təşəkkür edirik hacım. Təşəkkür edirəm Gəldiyiniz üçün. Dəvəti üçün. Və mən həqiqətən açıq sizə deyim, çox səmimi söhbətlərimiz oldu. Ümid edirəm ki, inşallah izləyicilərimiz də təbii ki, məmnun qalar, bilmədiyi şeyləri öyrənərlər və bilmədiklərimizi də biz öyrənərik və həyat maariflənmək, öyrənmək üzərində qurulur. Öyrənək, bilgilərimizi paylaşaq. Bu da bir ehsan olsun. Bu da bir savab işi olsun. Bəlkə də bizim bu verilişimizə baxan insanların biri tövbə edər. Günahlardan bağışlanması üçün əllərini qaldırar. Rəbbim, mənə əff et deyər. Etdiyimə görə bilməmişəm, xətalarıma görə bilməmişəm. Sən bağışlayansan və bəzən özüm də deyirəm. Mənim həyatda sıxıntılarım olub. Həyatda çox böyük çətinliklərim olub. Və mən Allahımla danışanda, dua edən demişəm, İlahi, bilmirəm xətalarıma görə mən əziyyət çəkirəm. Bilmirəm sıxıntılarım nədir, bilmirəm. Amma mən sənin qapından başqa bir qapı tanımıram ki, o qapıya gedim. Mən əgər qardaş qapısına getsəm, minnət qoyacaq. Dost qapısına getsəm, minnət qoyacaq. Və digər qapılar bağlanacaq. Rəhmət qapını açıqdır. İlahi, mənə yol göstər. Mənə nişan ver. Mənə bir
hissiyatım olsun ki, yəni mənim o mərhəmətin, mənim o əsir, o küləyi mənə dəyir və mən də rahatlaşım. Və sonda görmüşəm bir neçə ay və bir neçə il çəkdiyim imtahanların nəticəsində bir mərhəmət yeli əsib. O mərhəmət yeli də mənə çox böyük müsbət təsir edib və Allahın xeyir qapıları açıqdır. Çalışaq, xeyirli düşünək, xeyirli yaşayaq, insan kimi yaşayıb və insan kimi də ölək.